Bizim bugünkü mövzumuz qitələrin relyefi barədə qısa bilgilərdir. Biz Avropanın uzqar nöqtələrindən birinci danışaq. Avropanın uzqar nöqtələri şimalda Nordkinn burnudur, Norveçin ərazisində. Cənubda Marokko burnudur, İspaniyanın ərazisində. Qərbdə Roka burnudur, Portuqaliyada. Şərqdə Qütb Uraldır, o da gedir. Və yaxud da ki, Ural dağlarının şimal-şərqidə deyirlər. Şimal-şərqi, bu da gedir Rusiyaya. Avropanın dağlarına fikir verək. Skandinaviya dağlarıdır. Sonra Piriney yarımadasında Əndəlüs dağlarıdır, Piriney dağlarıdır. Yadda saxlayaq. Mərkəzi Avropa regionuna aid olan Alp dağlarıdır. Apenin yarımadasında Apenin dağlarıdır. Balkan yarımadasında meridianal istiqamətdə uzanan Dinar dağlarıdır, Balkan dağlarıdır, Karpat dağlarıdır. Qədim dağlardan Sudet dağlarını stat çəkmək olar. Krım yarımadasında Krım dağlarını nümunə çəkmək olar. Pülüsdəki burada belə deyək, Vogez dağları var. Mərkəzi Fransa massivi var. Fransa ərazisində Yura dağları var. Bir də ki, Alp dağları da heç də dedik. Asiyan dağ və düzənliklərindən stat çəkək. Ural dağları Avropa ilə Asiya arasında sərhəddir. Azərbaycan arasında Böyük Qafqaz dağlarıdır, Kiçik Qafqaz dağlarıdır. Türkiyənin şimalında Pontdur, cənubunda Tavırdır. Zagros dağlarıdır, İran-İraq sərhədində. Elbrus dağlarıdır. Ən hündür Dəmavənd vulkanıdır, 5604 də deyirlər, 10 da deyirlər. İran, Türkmənistan sərhədində Kopet dağdır. Sonra burada Hindiquş dağları var. Pamir dağları var, Tianşan dağları, Altay Sayan dağları. Bu üç dağ barədə biz nə demişdik? Paleozoyda yaranıb, Kaynozoyda yenidən fəallaşmaya məruz qalan dağlardır. Kunlun dağlarıdır, sonra Himalay dağlarıdır, Karakorum dağları var. Çoğarı zirvəsi 8611. Sonra gəldik buradan Skotalim var, Kiçik Xinqan, Böyük Xinqan dağları var burada. Sonra burada Verxoyanski-Çerski silsilələri var, Stanovoy silsiləsi var, Çuqcur silsiləsi var. Sonra burada Qərbi Sibir ovalığı var, yaşına görə cavan platformadır. Orta Sibir yaylası var, Qazax Xırda təpəliyi var burada. Sonra Dekan yaylası var. Sonra burada Gobi yaylası var. Sonra burada Böyük Çin düzənliyi var. Xuanxe Yansı çaylarının gətirdiyi çöküntülər əsasında formalaşır. Burada Mekong düzənliyi var. Baykaldan öncəki dağ-əmələ gəlmə mərhələsində yaranan Qərbi qat, Şərqi qat dağları var. Burada Hindqanqı ovalığı var. Akkumulyativ düzənlikdir. Sonra burada Turan ovalığı var. Sonra burada Mesopotamiya ovalığı mövcuddur. Burada Patom yaylası həmçinin adını çəkə bilərik. Şimali Amerikanın fiziki xəritəsinə fikir verək. Şimali Amerikada ən hündür zirvə McKinley'də 6194 metr. Böyük Hövzə yaylası var. Bu hissədə Yukon yaylası var. Colorado və Kolumbiya platoları mövcuddur. Meksika yaylası. Sonra burada mərkəzi düzənliklər və burada böyük düzənliklər. Böyük düzənliklərin hündürlüyü daha çoxdur bu arada. Mississippi ovalığı, Meksika sahili və Atlantik sahili ovalıq. Bu hissədə Appalaç dağları var, Mitchell 2037. Burada Labrador yarımadasıdır. Labrador qalxanı var, Kanada qalxanı var daha doğrusu. Sonra gəldik Cənubi Amerikada, Şimal hissədə Orinoco ovalığı var və Guyana yaylası mövcuddur. Ondan aşağıda Amazon ovalığı, ondan aşağıda Braziliya yaylası. Aşağıda La Plata ovalığı və Patagonia yaylasının adını nümunə çəkmək olar. Guyana yaylasında Tepu illəri, Braziliya yaylasında şəkərbaşlar və ya kəllə qəndi. 20 dərəcə cənubi enin dairəsi boyda burada altiplanonu stat çəkmək olar, hardasa bu hissədə. Sonra gəldik Afrikada Atlas dağlarıdır, Tubkaz zirvəsidir 4165, Əhəqqər yaylasıdır, Dendasion düzənlikdə formalaşan Şahid dağları, Tibet yaylasıdır, Darfur platosudur. Bunlarda biz qeyd etdiyik nə yataqlar var? Uran yataqları mövcuddur. Sonra burada Efiopiya yaylası var, ən hündür zirvəsi Rasta Şöndə 4620 metr bu hissədə. Sonra bu hissədə Kilimanjaro dağı var, 5895 metr. Cənub hissədə Kap dağları, Əjdaha dağları mövcuddur. Burada Adamava dağları mövcuddur. Burada Kongo çökəşliyi mövcuddur. Ən alçaq nöqtəsi Assal gölü -157 Cibutidə. Misirdə Katara çökəşliyidir. Bunu da demiş olduq. Kordilyer dağları 3 hissədən mərkəzi, qərbi və şərq silsilələrdən ibarətdir. Kordilyer dağlarının qərb hissəsində sahil sıra dağları yerləşir.
Cavan dağlar olub, Sakit Okeanı odlu halqasına daxildir. Qərbi Kordillera Kaskad, Şərqi Kordillera isə qayalı dağ sistemləri aiddir. Kordillerin mərkəzi hissəsində böyük hövzə Meksika, Kolorado və Kolumbiya platoları yerləşəcək. Yayla və platolar üçün intensiv bir bildik ki, dendasiya prosesi səcəvdir. Dağlıq ərazilərdə dərin, dar dərələrlə çox vaxt kanyonlar kəsilir. Şimal Amerikada Kordilyer daralır, Meksikada onu Sierra Madre adlandırırlar. Kordilyerdə çoxlu sayda sönmüş və fəaliyyətdə olan vulkanlar, məsələn, Rainier, Shasta, Colima, Orizaba, Tacamuca, Popocatépetl, Momotombo və s. Sonra gəldik, fikir verin, görürsünüz, 1. Bax, bu bir rəqəm var, bu qayalı dağlardır. 2. Qərbi Kordilyera aid Kaskad dağlarıdır. 3. Bu hissədə böyük hövzə yaylasıdır. 4. Meksika yaylasıdır. 5. Sierra Madre dağlarıdır. 6. Colorado platosudur. Yadda saxlayaq. Sakit Okean odlu qövsü, bax bu hissədə Qərbi Sakit Okean silsiləsi var. Şimal Amerika ilə Cənubi Amerikan sahilində də Şərqi Sakit Okean silsiləsi mövcuddur. Böyük səhrada vaxtilə Qərbi və Şərqi Afrikanı yadda saxlayın. Böyük səhrada vaxtilə Qərbi və Şərqi Afrikanı birləşdirən ticarət yollar keçib. Atlas dağları Alp Himalayın ən ucqar qərb hissəsidir. Atlas dağlarının hündürlüyü Ağrı dağdan 1000 metr alçaqdır. Belə ki, Ağrı dağ 5165 metrdir, Atlas 4165 metrdir. Kalahari səhrası plato üzərində yerləşir. Hansı ölkələrin ərazisinə düşürdü? Qeyd etmişdik. Car, Namibiya və Botsvananın ərazisinə. Botsvananın ərazisinə düşürdü. Nubiya səhrası Qırmızı dənizlə Nil çayı arasında yerləşir Misirdə. Afrikanın ən alçaq nöqtəsi Karacay çökəkliyin dərinliyindən dərindir. Belə ki, Assal gölü -157 metrdir Cibutidə, Karacay -132 metrdir Qazaxıstanda. Afrikanın cənubunda hamar platolardan biri də Kalaharidir. Bu dünyanın ən nəhəng qum toplanmış ərazilərindən biridir. Car, Namibiya, Botsvananın ərazisində yerləşir. Yak və Tibet öküzü vətəni Tibetdir. Asiyanın yüksək dağlıq zonalarında yaklar nədə istifadə olunur? Mühüm qoşqu vasitəsi kimi istifadə olunur. Yerli xalqlar yakın südündən, ətindən geniş istifadə edirlər. Yunundan isə parça və geyim hazırlayırlar. Mərkəzi Asiyanın relyefində hündür dağlar üstünlük təşkil edir. Burada hansı dağların adını çəkmək olar? Kunlun, Pamir, Hindikuş, Tianshan, Alashan. Dağların çoxunda adı Şan sözü ilə bitir və bu dağların çoxunun hündürlüyü 7000 metrdən yüksəkdir. Bu dağların arasında da hansı çökəklik yerləşir? Tarım platforması, yəni tarım çökəkliyi. Asiyanın ən alçaq ərazilərindən biri Turfan çökəkliyidir ki, -155 metr Çinin ərazisində Sintizyan Uyğurda yerləşir. Himalay dağlarının şimalında isə geniş Tibet yaylası. Çinin ən zəif məskunlaşmış ərazilərindən biridir, geosinkronda yerləşir. Dünyanın ən hündürdə yerləşən yaylasıdır. Yayla sıra dağlarla əhatələnmişdir. Mərkəzi Asiyanın ən geniş düzənliyi Turan ovalığı və Qazaxırda təpəliyidir. Bu şəkildə gördüyümüz şerplərdir. Harda yaşayır? Nepalda yaşayır. Himalayın ən yüksək hissələrində məskunlaşan xalqlardır. Şerplərin ənənəvi məşğuliyyəti nədir? Everest zirvəsinə qalxan alpinistlərə və səyahətə gəlmiş turistlərə bələdçilik etmək, onların yükünü daşımaqdır. Avstraliyanın fiziki xəritəsinə diqqət edək, zəhmət olmasa. Avstraliyanın fiziki xəritəsi deməli, diqqət eləyin. Hamersli dağları var, qərb hissəsində Magnolia dağları var. Bu dağlar doğrudan da belə deyək ki, Baykaldan öncəki dağa əmələ gəlmə mərhələsində formalaşmışdır. Materikin şərqində böyük sarıcı dağları yerləşir ki, ən hündür zirvəsi Kosciuszko zirvəsi 2228 metrdir. Afrikanın ucqar qərb, ucqar şərq nöqtələri mülayim işıqlanma quşağında yerləşir, yəni cənub tropindən cənubda yerləşir. Böyük qumlu səhra cənub tropindən şimalda Simpson səhraları cənubda, Böyük Viktoriya səhrası da cənubda yerləşir. Materikin şimalında Arnhem-Land və Cape York yarımadaları və bunların arasında Carpentaria körfəzi, materikin cənubunda qurallığı ilə seçilən nollar bar düzənliyi yerləşir və Böyük Avstraliya körfəzi, Spencer körfəzi var burada, bir də coğrafiyası körfəzi yerləşir. Ant dağları dünyanın ən uzun dağ sistemidir, 9000 kilometr.
Altiplano Ant dağlarında 20 dərəcə cənubi enin dairəsi boyunca genişləndiyi hissədə yerləşir. Altiplano quraqlıq sevən bitkilərlə örtülüdür. Çilinin ərazisində mis qurşağı var. Tepuylar fiziki və kimyəvi aşınma prosesi nəticəsində yaranır, meydana gəlir. Venezuelada, Giviana yaylasında Kəlləqənd relyef forması Braziliyanın Rio de Janeiro şəhərindədir. Və plus Ant dağları 3 yarımkürədə şimal, cənub və qərb yarımkürəsində yerləşir. Cənubi Amerikanın qərbində Sakit Okeanı sahili boyunca dünyanın ən uzun dağ sistemi olan Ant dağları uzanır 9000 kilometr. Bu dağlar Karib dənizi sahillərindən Cənubi Amerikanın cənub qurtaracağına qədər davam edir. Odlu torpaq adaları da Ant dağlarının sanki davamıdır. Sıra dağlar arasında ensiz dağarası sökəşliklər yerləşir. Bu 20 dərəcə cənubi enin dairəsi boyu sıra dağlar arasında məsafə artır. Geniş platolar, altiplanolar yaranır. Burada nə yadıma düşdü? Şimali Amerikada Kordilyer dağlar böyük hövzəyə doğru genişlənir, böyük hövzədən Meksikaya doğru daralır və Meksika arasında Sierra Madre dağları adlanır. Altiplano Ant dağlarında Boliviya-Çili sərhədində yerləşən yüksək yaylalardır. Burada iqlim o qədər quraqdır, ağacları yoxdur. Plus quraqlığa davamlı bitkilərlə örtülmüşdür. Kəlləqənd Braziliya yaylasında aşınma nəticəsində yaranan relyef formalarıdır. Rio de Janeiro'da turistlərin ən çox baş çəkdiyi görməli yerlərdən biridir. Hündürlüyü 300 metrə çatan bu Kəlləqəndin zirvəsinə kanat yolu var. Braziliyanın Rio de Janeiro şəhərində də aşınma nəticəsində yaranıbdır. Tepuylar 800-1800 metr yüksəkliyə malik olan masaya bənzər dağlardır. Tepuylar kimyəvi və fiziki aşınma, axarsuların fəaliyyəti nəticəsində yaranmışdır. Yəni egzogen amillərin nəticəsində yaranmışdır. Əsasən Venezuelada Giviana yaylasında yerləşir. Angel şəlaləsi Cənubi Amerikada Orinoco çayının Çurun qolu üzərində yerləşir. Dünyanın ən hündür şəlaləsidir. Asiyadan danışdıq. Ural dağlarıdır, Tian Shan, Altay, Sayan dağlarıdır. Bunları dedik. Ulur massivi Avustraliyada mərkəz hissədə yerləşir. Massiv qırmızı qumla örtülüdür. Ulurun uzunluğu 3,6 km, eni 3 km, hündürlüyü 348 metrdir. Masaya bənzər dağlardır və burada da var. Plus, Ulurunu Azərbaycanda Qobustan dağlarına da oxşadırlar. Bu bizim Jutlandiya yarımadamız, şimalında Danimarka, cənubunda Almaniya yerləşir. İkisi də inkişaf etmiş ölkədir. Hər iki dövlət German dil qrupuna aiddir. Hər iki dövlətin ərazisində mülayim dəniz iqlim tipi var, yəni yay-qış temperaturu mənfiyə düşmür. Çayları bir okeana, yəni Atlantik okeana, lakin iki dənizə, Şimal dənizi ilə Baltik dənizinə axırlar. Ərazisi düzənlikdir. Ərazisində Almaniya Polşa ovalığı var. Cənubunda Baltik və Şimal dənizlərini birləşdirən 21 km məsafədə Çil kanalı var. Şimali Avropa regionuna Danimarka aiddir. Almaniya isə Orta Avropa regionuna aiddir. Platforma örtüyündə suxurlar üfüqü, kristallik bünövrədə isə qədim qırışıq formada yatır. Zagros dağları İran-İraq sərhəddindədir. İranın ən hündür zirvəsi 5604 metr Dəmavənd vulkanı Elbrus dağlarında, bəzən 5610 metrdə olur. Kayçi, yəni Qaraqorum dağlarının Çoqoro zirvəsi hündürlüyü 8611 metrdir. Çinin Tibet yaylası ən az məskunlaşmış ərazilərdəndir. Yeni Qvineyada sahəsinə görə Grenlandiyadan sonra ikinci yerdə durur. Zagros dağları qeyd etdiyimiz kimi İranla İraqın sərhəddindədir. Platforma örtüyündən kristallik bünövrədən danışmışıq. Dünyada Grenlandiyadan sonra sahəsinə görə ən böyük ikinci ada Yeni Qvineya adasıdır. Ekvator xətti kəsbir, amma ekvatorial iqlim quşağında yerləşir. Ən hündür zirvədə Okeaniyanın ən hündür zirvəsidir, Jaya zirvəsidir. Cənub yarımkürəsində ən böyük adasıdır. Görürsüz, burada da adaların adı verilibdir. Orta Avropa relyefi düzənlikdir. Onlardan ən böyüyü Almaniya Polşa ovalığıdır. Orta Avropanın Atlantik sahillərində qurunun tektonik əyilməsi baş verir. Tədrici enmələr sahil boyu ərazilərin su altında qalması ilə nəticələnir. Bu, su basan ərazilərin qarşısını almaq üçün bəndlər tikilir, xüsusi qurğulardan istifadə edilir, həmin dəniz dayazlıqları qurudulur və antropogen mənşəli düzənliklər yaranır ki, bunlara polderlər deyirlər və polderlərin də burada izahı var.
əvvəllər dənizin dayazlığı olmuş ərazilərdir. Mürəkkəb mühəndis qurğu sistemlərinin köməyi ilə insanlar bu əraziləri quruya çevirmişlər. Şəkildə gördüyünüz Niderlandın tarixi əhəmiyyətli dəyərlərindən sayılan yerli dəyirmanlarının yerində bir zamanlar dəniz olmuşdur. Belə bir deyim də var, deyir, Niderlandlıları Allah yaradıb, Niderlandlılar yaradıb. Orta Avropada cavan, qısvar formada Alp dağları, bir də Karpat dağları var. Bu dağlar Afrika-Avrasiya litosfer tavalarının toqquşması nəticəsində, yəni iki materik tipli tavanın toqquşması nəticəsində yaranmışdır. Deməli, Şərqi Avropa düzənliyində əhalinin sıxlığı çoxdur. Avropa ölkələrinin çoxu buradadır. Matterhorn pikinin olduğu dağ silsiləsi, yəni Alp dağları iki yarımkürədə yerləşir. Çünki onu Greenwich meridianı kəsmir. Ekvatorda heç də. Orta Avropanın ən böyük düzənliyi Almaniya Borş ovalığıdır. Skandinaviya dağlarının ən uca zirvəsi Qalxı-Pikken zirvəsi 2469 metr. Latviya, Litva, Estoniya fiziki baxımdan Şimali Avropa regionuna aiddirlər. Finlandiyanın çox az hissəsi Skandinaviya yarımadasında yerləşir. Alp dağlarını Greenwich kəsmir, ona görə iki yarımkürədə yerləşir dedik. Finlandiyanı Skandinaviya yarımadasına aid eləyəndə olur Fennoskandiya. Yaxşımı? Finlandiyanın az hissəsini dedik, Skandinaviya yarımadasında yerləşir. Bir də nə Finlandiya, nə İsveç Şimal Buzlu okeana çıxışları var. Bax, fikir verin, görsünüz. Nə Finlandiyanın, nə İsveçin Şimal Buzlu okeana çıxışı var. Yoxdur. Avropanın regionlarına baxın, görsünüz. Jutlandiya yarımadasında Niderland daxil olmaqla, İslandiya daxil olmaqla, bunlar hamısı Şimal Avropa regionlarıdır. Latviya, Litva, Estoniyada həmçinin. Morenlər egzorasiya nəticəsində yaranan müsbət relyef formalardır. Moren buzun gətirdiyi söküntülərdir. Dalmasiya tipli sahillərin olduğu yarımadanın sahili boyu meridiana istiqamətdə Dinar dağları uzanır. Dalmasiya Adriatik dəniz sahillərindədir. Yarımadadakı Balkan yarımadasıdır. Şixer tipli sahillər Baltik dəniz sahillərində daha çoxdur. Trok dərələri buz dərələri olub, qar xəttindən yuxarıda yaranırlar. Buz qar xəttindən yuxarıda olur deyə. Altay dağlarının ən hündür zirvəsi Beluxadır, 4506 metr. Kar və sirklər buzlaqların fəaliyyəti ilə yaranan mənfi relyef formalarıdır. Avropanın ən alçaq hissəsi Xəzərin şimalında, Barkli platosu Avstraliyanın şimalında, Hindistan yarımadasında isə qrafit yataqları mövcuddur. Salpo-Uselskaya moren tirəsinin olduğu ölkə, yəni Finlandiya, Şimal Buzlu okeana çıxışı yoxdur. Materik tipli yer qabığının sahəsi yerin quru sahəsindən daha çoxdur. Çünki materik tipli yer qabığına şelf də daxildir. Okean hissələri də daxildir. Müqəddəs Yelena adası Böyük Britaniyaya aiddir. Baltikyanı ölkələr fiziki baxımdan Şimal Avropaya aiddir. Matterhorn pikinin yerləşdiyi ölkənin dənizə çıxışı yoxdur. Söhbət İsveçrədən gedir, materik daxili ölkədir. Valday yüksəkliyi Şərqi Avropa regionunda yerləşir. Nəinki Valday, Orta Rusiya, Volqa boyu, Stavropol, Dnepr boyu, bunlar hamısı. Platform örtüyündə suxurlar əsasən üfüqi formasına malikdir. Verxoyansk silsiləsinin hündürlüyü 2500 metrəyə çatmır. Bunu dedik. Bunları dedik. Gəldik, platforma uyğun gələn relyef formaları nəhəng ölçülərə malik olan düzənliklər. Şimal Asiyada Qərbi Sibir, Sibir platformaları var. Bunların üzərində də Qərbi Sibir ovalığı, Orta Sibir yayılası yerləşir. Orta Sibirin mütləq hündürlüyü daha yüksəkdir. Onun şərqində Verxoyansk silsiləsi yerləşir ki, 2500 metrə qədər hündürlüyə malikdir. Asiyanın digər platforması Ərəbistan platforması Cənubi-Qərbi Asiya regionunda yerləşir. Ərəbistan yarımadasında yerləşən bu platforma isti quru olduğuna görə əsasən egzogen proseslərin, fiziki aşınmanın, həmçinin küləyin təsirinə daha çox məruz qalır və bu ərazilər üçün relyef formaları səciyyəvidir. Cənubi-Qərbi Asiyada Türkiyə ərazisində Pont və Tavr dağları yerləşir. İran-İraq sərhəddi boyu Zagros, İran ərazisində Elbrus dağları yerləşir. Pont Türkiyənin Gürcüstandan sərhəddində, Tavr Türkiyənin Suriyenin sərhəddindədir. Türkiyə və İranda bu dağ sistemlərində nəhəng. Belə ki, Türkiyə Anadolu, İranda İran yaylaları yerləşir. İranda Dəmavənd vulkanı Asiyanın ən hündür vulkandır. Türkiyədə isə Ağrı dağ. 5604-5610 Dəmavənd, 5165 də Ağrı dağ. Üç yarımkürədə yerləşən dağların zirvələri Pirney dağlarıdır ki,
Greenwich Meridian kəsir Anieto zirvəsi 3404. Atlas dağları da 4165 Tubkal zirvəsidir. Bir də Ant dağlarıdır ki, Camalığma neydi? Aconcagua 6960. Skandinaviya dağları iki yarımkürədə yerləşir. Okey. Bir də iki işıqlanma quşağında yerləşir. Çünki şimal qütb dairəsi onu kəsir. Postoy mağarasının yerləşdiyi ölkənin çıxdığı dənizdə Dalmasiya tipli sahillər üstünlük təşkil edir. Sloveniyadan söhbət gedir. Dəniz də Adriatik dənizidir. Menarko çimərliyinin olduğu ölkə İspaniya yarımadada yerləşir. Söhbət Piriney yarımadasından. Sogne fiordunun yerləşdiyi ölkənin iki okeana çıxışı var. Norveçin, yəni həm Şimal Buzlu okeana, həm də ki belə deyək Atlantik okeana. Saul-Paulselskaya Morentrəsinin olduğu ölkə Atlantik okeana çıxır. Yəni Finlandiya. İki işıqlanma quşağında yerləşir. Skandinaviya, Ural, Qərbi Sibir, Orta Sibir, Verxoyansk, Çersk. Bunların hamısının nə kəsir? Şimal qütb dairəsi. Yəni 66,5 dərəcə şimal eləyir. Sloveniyada Postoy mağarası Avropanın ən böyük karst mağarasıdır. Yeraltı suların fəaliyyətindən yaranır. İspaniyada Menarko çimərliyi, Aralıq dənizinin çimərliklərinin yerləşdiyi ölkələrə milyonlarla turistlər gəlir. Yunanistan Balkan yarımadasında Balkan dağlarının quru iqlimə malik olan dağ yamacları boyu xırda buynuzlu heyvandarlıq üstünlük təşkil edir. Barkli platosu Cənub-Şərq yarımkürəsində yerləşir Avstraliyada. Steep Point və Parinyas burulları müxtəlif yarımkürələrdə, amma eyni iqlim və landşaft tipində yerləşir. Səhra və tropik kontinental. Afrikanın uzqar cənubi nöqtəsi Avstraliyanın uzqar cənubi nöqtəsindən daha şimaldadır. Yəni Afrikanın uzqar cənubi nöqtəsi iynə burnudur. Avstraliyada uzqar cənubi nöqtə cənub-şərq burnudur. Steep Point Avstraliyanın uzqar qərb nöqtəsidir. Parinyas Cənubi Amerikanın uzqar qərb nöqtəsidir. Müxtəlif yarımkürələrdə, amma eyni iqlim və landşaft tipində yerləşirlər. Hər ikisi səhrada. Rokaburunun yerləşdiyi ölkə Aralıq dənizi sahilində yerləşmir. Söhbət Portuqaliyadan gedir. Aralıq dənizinə çıxışı yoxdur. Qalinyas burnunun yerləşdiyi ölkə söhbət Kolumbiyadan gedir. Böyük kabotaja malikdir. Böyük kabotaj nədir? Bir ölkənin müxtəlif dənizlərdə olan limanları. Kolumbiyanın həm Sahit okeanı, həm Atlantik okeana çıxışı olduğuna görə, tutaq Sahit okeanda bir liman olsa, Atlantik okeanda bir liman olsa, dəniz limanı, bu gəmi oradan ora getsə, deməli bu böyük kabotajdır. Bu arada qeyd edeyim ki, Xəzər dənizində böyük kabotaj yoxdur. Piyay burnunun yerləşdiyi ölkənin yerləşdiyi adada 3 ölkə yerləşir. Söhbət Kalimantan və ya Borneo adasından gedir. İndoneziyadır, Bruneydir, Malayziyadır. Bu arada Bruney bir dənə Malayziya ilə həmsərhəddir. Marieto burnu Qalinyas burnundan daha cənubda yerləşir. Deməli, bu Şimal Amerikanın uzqar cənubi nöqtəsidir. Qalinyas burnu isə Cənubi Amerikanın uzqar şimal nöqtəsidir. Deməli, Marieto burnu daha cənuba düşür də. Qalinyas burnu ondan şimaldadır. Cənub-şərq uzqar nöqtəsi cənub yarımkürəsində yerləşir. Söhbət Avstraliyadan gedir. Uzqar cənubi nöqtəsi Avstraliyanın cənub-şərq. Bərabər yağıntılı iqlim tipində, amma zodiarpaqlı həmişəşil meşə və kolluqlar təbii zonasında yerləşir. Ən şimalda yerləşən uzqar nöqtə Taymir yarımadasında yerləşir. Şimalda Taymir yarımadasında hansı burundan söhbət gedir? Selyuskin burnundan söhbət gedir. Mülayim iqlim quşağında Frauert burnu yerləşir. Avstraliyanın uzqar qərb və şərq nöqtələri mülayim işıqlanma quşağında yerləşir. Bayaq da qeyd etdim. Tropik xəttdən cənubdadırlar. Ən çox uzqar nöqtənin olduğu ölkə Avstraliyadır. 4-dən uzqar nöqtə, çünki Avstraliya materikində Avstraliya ittifaqı yerləşir. Avstraliyanın əyilmə zonasında kristallik qat daha dərində yerləşir. Ovalıqlarda kristallik qat dərində olur. Əyilmə zonası olduğuna görə kristallik qat daha dərində yerləşir. Superpit qızıl mədəni Qərbi Avstraliyada yerləşir. Tautoni isə Cənubi Afrika Respublikada. Avstraliyada faydalı qazıntı yataqlarının çoxu üzdə olduğundan hasilatı asanlaşır. Çünki kristallik bünövrəqat səthə yaxın yerləşir. Avstraliya platform olduğundan hazırda geosinkronun 4-cü mərhələsindədir. Hammersli Magdonellər dağları qərbdə yerləşir. Baykaldan öncəki davam elə gəlmə mərhələsində yaranıbdır.
Avustraliya mineral xammal istehsalına görə dünyada ilk 5 ölkədən biridir. Faydalı qazıntı hasilatı ölkənin əsas gəlirlərinin 1/3-ni verir. Avustraliya mineral ehtiyatlarının dünyada 100-dən çox ölkəsinə, xüsusən də Yaponiyaya satır. Faydalı qazıntı yataqlarının səthə çox yaxın yerləşməsi ehtiyatların çıxarılmasının sərfəliliyini artırır. Çünki ehtiyatlar mədənlərdə hansı üsulla? Açıq üsulla çıxarılır. Bu üsul daha mürəkkəb avadanlıqlar tələb edən şaxta üsulundan daha ucuz başa gəlir. Materikin qərb hissəsində Avustraliya platformasının bünövrəsi qalxmışdır həmçinin də. Burada çökməz xurqatı örtüyü demək olar ki, yoxdur. Çünki kristallik bünövrəqat səthə çıxıb. Biz nə dedik? Platformada üst çökməz xurqatı yuyulub gedəndə. Alt kristallik bünövrəqat səthə çıxanda bu qalxan və ya sipər adlanırdı. Qalxanlar üçün filiz faydalı qazıntıların yer səthinə yaxın yerləşməsi səciyyəvidir. Qərbi Avstraliyada böyük miqdarda dəmir, qızıl, nikel var. Avustraliya platformasının əyilmə zonasında çökməz xurqatı toplanmışdı. Litosfer tavalarının bu hissələrində kristallik bünövrə çox dərində yerləşir. Diqqətli olun. Görürsünüz, bunlar da dedik. Gəldik, yadda saxla. Avropanın ucqar nöqtələri. Şimalda Nordkın burnu Norveçdə. Cənubuda Marokko burnu harda yerləşir? İspaniyada. Qərbidə Roka burnu yerləşir Portuqaliyada. Şərqdə Ural dağlarının şimal-şərq qurtaracağı yerləşir Rusiyada. Asiyanın ucqar nöqtələri. Şimalda Taymir yarımadasında Çelyusk burnu. Cənubuda Piyay yarımadasında Malakka burnu. Malakka yarımadasında Piyay burnu. Qərbidə Türkiyə arasında Kiçik Asiya yarımadasında Babo burnu, şərqdə Dejinyo burnu Çikot yarımadasında. Şimali Amerikan ucqar nöqtələri. Şimalda Kanadanın ərazisində Murchison, Panamanın ərazisində cənubuda Marietta burnu, qərbdə Prince William ABŞ-ın ərazisində, şərqdə St. Charles, Labrador yarımadasında Kanadanın ərazisində. Şimali Amerikan ucqar nöqtələri. Şimalda Galinas burnu Kolumbiyada, cənubuda Froward burnu Çilidə, qərbidə Parinas burnu Peruda, şərqdə Cabo Branco burnu Braziliyada. Avustraliyanın ucqar nöqtələri. Şimalda York burnu, cənubuda Cənub-Şərq burnu, qərbidə Steep Point, şərqdə Byron burnu. Şimali Amerika və Avustraliya materikləri qəti şəkildə bir-biri ilə kəsişən hansısa bir ucqar nöqtədə yerləşmir. Belə ki, Şimali Amerika, şimal və qərb yarımkürələrində, Cənubi Amerika cənubdan şərqdə. Yeni Qvineya adası barədə görürsünüz, Yeni Qvineya adası. İki okean sahilində yerləşir. Bir tərəfi Hind, bir tərəfi Sakit okean. Buradan Hind okeandır. Buralar Hind okeandır. Buralar isə Sakit okeandır. Ekvator kəsmir. Cənub yarımkürəsində yerləşir. Burada iki ölkə var. Bu İndoneziyadır, bu Papua Yeni Qvineyadır. İndoneziya aiddir Şərq İslam sivilizasiyasına, Papua Yeni Qvineya aiddir Qərb İslam sivilizasiyasına, Qərb sivilizasiyasına. Qrenlandiyadan sonra dünyada ən böyük adadır. Ekvatorial, subekvatorial iqlim uşağında yerləşir. Okeanın ən hündür zirvəsi buradadır. Söhbət Ciraya zirvəsindən gedir. Britaniyanın Birlik Təşkilatının üzvüdür. Yerli əhalisi Papuaslardır. Pamir dağlarından məlumat verək. Ən hündür hissəsi Çində Konqur 7719, Tacikistan'da İsmail Samonipkidir. Kaynazoyda yaranan zavalın qırışıq dağıdır. Pamirin yerləşdiyi ölkələr Çin, Tacikistan, Qırğızistan, Əfqanistan. Hündür zirvəsi dedik ki, 7495, Səməni zirvəsi keçmiş adı kommunizm. Pamir. Yox, Tian Shan dağlarındadır. Bunu səhv yazmışıq. Deməli, Pamirin ən hündür zirvəsi Çində Konqurdur. Tacikistanda Samoni. Bu düzdür. Hündür zirvəsi 7495'də. Sonra Ural dağları ilə Yenisey çayı arasında Qərbi Sibir, Yenisey çayı ilə Lena çayı arasında Orta Sibir yaylası, Kunlun dağları ilə Tian Shan dağları arasında Tibet yaylası, Xuanxiyansız çaylarının gətirdiyi çöküntülərdən böyük Çin düzəlliyi, Kür çayı ilə Qabır çayı arasında Ceyran çöl, Kunlun dağları ilə Tian Shan dağları arasında Təkləməkan səhrası yerləşir. Filippin arxipelaqı barədə iki böyük adası var. Luzon, Mindanao. Luzon adasında Pinatubo, Mindanao adasında Apo vulkanı yerləşir. Sakit okeanın materik mənşəli adasıdır. Ekvatorial, subekvatorialda yerləşir. Yalnız tropik işıqlanmada da əhalisi 113 milyon nəfərdir Filippinin. Paytaxtı Maniladır, xromit ehtiyatı ilə zəngindir. Kalimantan adası, bu adada İndoneziya, Malayziya, Borneo yerləşir. Kalimantan adasının bir hissəsində orta qırışıqlıq zonasında yerləşir. Yəni burada mezzo yaşıl suxurlar var.
Kalimantanın şimal-şərqində Filippinin Mindanao adası yerləşir. Kalimantan adası tamamilə ekvatorial iqlim uşağındadır. Kalimantan adası yalnız Sakit okeanda yerləşir, İki okeana çıxmır yəni. Ərazini ekvator xətti kəsir, ona görə şimal, cənub, bir də şərq yarımkürəsində yerləşir. Bu səbəbdən şimal hissəsində hava kütlələri sağa, cənubda sola meyl eləyir. Bəli. Alp dağları Qrinviç kəsmir, iki yarımkürədədir. Matterhorn piki var. 4807 metr Alp dağlardır. Fransa, İtaliya, İsveçrə, Liechtenstein, Avstriya, Almaniya, Sloveniyada yerləşir. Qar xətti 2500 metrdən keçir. Ərazidə Cenevrə, Qarda, Boden kimi göllərə rast gəlmək olar. Dunay, Ron, Reyn kimi çayların mənbəyi hesab olunur. Cənub yamacında qar xətti daha yuxarıdan keçir, çünki günəş düşdüyünə görə, daha böyük budaq altında gördüyünə görə. Cənubi Avropa ilə Orta Avropa regionunu ayırır, amma Orta Avropa regionuna aiddir. Böyük Qafqaz dağları ən hündür zirvəsi Elbrus zirvəsi 5642. Bundan başqa burada Kazbek zirvəsi var 5033. Bazardüz zirvəsinin hündürlüyü 4466 metrdə Azərbaycanla Rusiyanın sərhədində yerləşir. Azərbaycan, Gürcüstan, Rusiya arasında yerləşir. Şimal yamacında qar xətti aşağıdan cənubda yuxarıdan keçir. Cənub yamacı günəşə tərəf olduğuna görə daha çox işıq alır. Samur, Terek, Sulak, Kuban kimi çaylar başlayır. Qafqaz regionunu Şimali Qafqaz və Cənub Qafqaz olaraq ayırır. Avropa ilə Asiya arasında təbii sərhəd hesab olunur. Geoloji baxımdan Alp-Himalay orogenik qurşağın bir hissəsidir. Taman yarımadasından başlayıb cənub-şərqə doğru davam edir. Babadağa qədər kəskin parçalanır. Babadağdan cənuba hündürlüyü azalır, çünki həmin istiqamətdə davam elə gəlmə prosesi azalır. Yaponiyanın Hokkaidosu, Honsüsü, Shikokusu, Kyushusu. Fujiyama Aso vulkanları var. Belə ki, Höns adasında Fujiyama, bəzən bunu adlandırırlar Fuji. Kyushu adasında da Aso vulkanı var. Mülayim işıqlanma, mülayim və subtropik iqlim uşaqlarının musson tipində yerləşir. Şimalı mülayim mussonunda, cənubi subtropik mussonunda. Rusiya ilə sərhəddə malikdir, Kuril adalarına əsasən. Alüminium istehsalına görə seçilir. Adaları şimaldan cənuba doğru Hokkaido, Honshu, Shikoku, Kyushudur. Cənubunda Ryukyu adası var. G7, G20 ölkələrinə aiddir. G7-yə bildik ki, böyük yeddiliyə aiddir. ABŞ, Kanada, Yaponiya, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya. Bax görürsünüz, Yaponiya bura aiddir. G20 ölkələrinə də aiddir. Yapon sivilizasiyasına və sintoizm dininə məxsusdur. Yaponiyada Kansai Technopolis var. Avustraliya, Barkli platosu şimal hissəsində yerləşir. Gösinqtanın 4-cü mərhələsi, qərbində Superpit qızıl mədəni, Kostuşka zirvəsi 2228, Magdonel, Hammersli dağları Baykala qədərki davam elə gəlmə mərhələsi, Suayırcı dağları Paleozoyda, qərbi platforma şərqi qədim dağlar, ən alçaq nöqtəsi Eyer gölünün səviyyəsi mülayim işıqlanmadadır, yəni də cənub tropikindən cənubda. Cənub-şərq hissəsində codyarpaqlı meşələr təbii zonası, özdə harda bərabər yağıntılıdır. Subtropikin bərabər rütubətli tipindədir, dedik. Cənub-qərb hissəsində subtropik iqlim uşağında həm codyarpaqlı, həm yaşıl meşə və kolluqlar, həm də savanna. Avustraliyada təbii qaz, daş kömür, uran, nikel, dəmir filizi, boksit ilə zəngindir. Boksitə görə Cape York yarımadası birincidir. Ən isti yeri Darling çayının orta axırıdır, 127 Fahrenheit. Odlu Torpaq adası geosinknalda yerləşir. Argentina, Çiliyə aiddir. Mülayim dəniz qərb hissəsi, mülayim kontinental şərq hissəsi, Ant dağları və Patagoniyanın cənuba davamıdır. Cənubi Amerikadan Magellan boğazı ayırır. Cənub hissəsində Horn burnu yerləşir. Okeaniyada Nauru adasında fosforit yataqları var. Karisimbu vulkanı Afrika materikində yerləşir. Neotektonik hərəkətlər geosinknalda, paliotektonik hərəkətlər platformada olur. Brooks silsiləsinə aid olduğu materik iki yarımkürədə yerləşir. Söhbət Şimali Amerika materikindən gedir. Bu qədər.